boyun nahiyənizə ətir istifadə edirsinizsə, çox yanlış hərəkətdir. Niyəsini alimlər izah eləyəcək. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Ünsiyyət zamanı ən vacib elementlərdən biri ətirdir desəm, buna münasibətiniz nə olar? İnsanın görünüşü qədər qoxusu, ətri də çox vacibdir. Amma məsələ burasındadır ki, bir çoxlarımız ətri doğru vurmuruq. Boğaz nahiyəsinə ümumiyyətlə məsləhət görülmür. Kim məsləhət görmür, niyə görmür? Bunlar barədə ətraflı Kəmalə Osmanova danışacaq. Boyuna ətir vurmaq təhlükəlidirmi? Ətir və ya tualet suyu bir çox insanın gündəlik istifadə etdiyi məhsullardandır. Lakin son vaxtlar boyun nahiyəsinə ətir vurmağın qalxana bənzər vəzə və hormonlara zərər verə biləcəyi ilə bağlı fikirlər yayılıb. Endokrinoloqlar bildirir ki, hazırda ətirin birbaşa boyuna vurulmasının qalxana bənzər vəzin fəaliyyətinə zərər verdiyini təsdiqləyən elmi sübut yoxdur. Qalxana bənzər vəz boyun toxumalarının daha dərin qatında yerləşir və ətirdəki maddələrin təsiri əsasən dərinin səthi ilə məhdudlaşır deyə mütəxəssislər açıqlama verib. Xüsusilə saxta ətirlərin təhlükəli olduğu bildirilib. Onların tərkibində fenollar, aldehidlər, həmçinin qurğuşun və kadmium kimi ağır metallar olur. Bu maddələr uzun müddət istifadə edildikdə orqanizmdə allergik reaksiyalara, dermatit və ekzema kimi dəri xəstəliklərinə, bəzi hallarda isə xərçəngə səbəb olur. Bu maddələr bəzən endokrin sistemi pozan birləşmələr kimi qiymətləndirilir. Həkimlər ətirin daha təhlükəsiz istifadə olunması üçün onu bilək, dirsəyin iç tərəfi və qulaq arxası kimi nahiyələrə vurmağı məsləhət görüb. Bu yerlər həm qoxunun daha yaxşı açılmasına kömək edir, həm də dəridə qıcıqlanma riskini azaldır. Alimlər məktəb yaşlı uşaqların orqanizmində mikroplastikin geniş yayılmasını aşkar edib. Environment International jurnalında dərc olunan araşdırmada 10 yaşlı 1308 uşağın sidik nümunələri analiz edilib və 91%-ində mikroplastik hissəcikləri tapılıb. Orta göstərici isə hər millilitr üçün təxminən 250 hissəcik olub. Tədqiqat zamanı ümumilikdə 19 müxtəlif növ mikroplastik müəyyən edilib. Ən çox rast gəlinən polimer isə politetrafluoroetilen olub. Bu maddə adətən yapışmayan örtüklü qablarda istifadə olunur. Alimlər həmçinin hissəciklərin çoxunun kiçik ölçüdə olduğunu və onların bioloji bariyerlərini daha asan keçə biləcəyini bildirib. Araşdırmada uşaqların qidalanma vərdişləri də qiymətləndirilib. Nəticələr göstərib ki, Aralıq dənizi pəhrizinə daha çox əməl edən uşaqların bəzilərində mikroplastikin növlərinin sidikdə aşkarlanması ehtimalı daha aşağıdır. Bu isə gündəlik qidalanma rejimində həddindən artıq vacib məsələlərdən biridir. Ona görə də alimlər məsləhət görürlər ki, uşaqların pəhrizlərinə, qidalarına xüsusilə diqqət yetirilsin. Hamiləlik zamanı xanımlar sadəcə fiziki baxımdan dəyişmir. Onlarda zehni proseslərdə kifayət qədər ciddi formada müəyyən deformasiyalar oluyur. Bu barədə alimlərin yeni bir araşdırması var. Araşdırmada hamiləliyin qadın beynində ciddi struktur dəyişikliklərinə səbəb olduğu bildirilir. Nature Communication jurnalında dərc olunan tədqiqata görə hamiləlik dövründə beynin məlumat emalı, emosiyalar və empatiya ilə bağlı olan boz maddəsinin həcmi orta hesabla təxminən 5% azalır. İspaniyada aparılan araşdırma çərçivəsində 127 qadının beyni hamiləlikdən əvvəl, hamiləlik zamanı və doğuşdan sonra MRT vasitəsilə öyrənilib. Nəticələr hamilə olmayan 52 qadının göstəricisi ilə müqayisə edilib. Alimlər müəyyən edib ki, beyində baş verən bu dəyişikliklər anaların uşaqları ilə bağlı daha da güclü emosiyalar yaşamağına səbəb olur. Tədqiqatın müəlliflərindən biri Madrid Gregorio Maranın Sağlamlıq Araşdırmaları İnstitutunun professoru Susana Carmona bildirib ki, bu proses beynin yenidən qurulması kimi qiymətləndirilir. Onun sözlərinə görə bəzi sinir əlaqələrinin azalması beynin daha yaxşı işləməyinə şərait yaradır və analığı asanlaşdırır.
Dini inancların insanları bəzi pis vərdişlərdən uzaqlaşdırmağı ilə bağlı araşdırma aparılıb və nəticədə məlum olub ki, həqiqətən də ruhani müstəviyə köklənənlərin pis vərdişlərdən, asılılıqdan qurtulmağı çox daha asan olur. Gəlin belə bir ehtimal eləyək. Görəsən kişilərdənmi daha asan olur, yoxsa qadınlardamı? Bu sualın cavabını bizi sosial şəbəkələrdən izləyirsinizsə, mütləq siz yazın. Biz isə Kəmalə Osmanovanı dinləyək. Dini və ruhani inanclar asılılıqdan qoruya bilər. Yeni araşdırma göstərir ki, dini və ya ruhi inanclar insanları alkoqol, narkotik və siqaret asıllığından qismən qoruyur. JAMA Psychiatry jurnalında dərc olunan və 500 mindən çox insanın iştirak etdiyi 55 tədqiqatın təhlilinə görə, müntəzəm dini fəaliyyət və ya ali gücə inam zərərli vərdişlərə meyli azaldır və bərpa prosesini asanlaşdırır. Alimlər bildirirlər ki, dini icmalar sosial dəstək, ümid və mənəvi dayaq yaradır. Bu amillər xüsusilə tənhalıq və stresslə mübarizədə mühüm rol oynayır. Tədqiqat müəlliflərinin fikrincə, dini ayinlər xüsusilə stress, tənhalıq və psixoloji gərginliklə mübarizədə mühüm rol oynayır. Araşdırma həmçinin göstərib ki, belə mənəvi bağlılıq qadınlarda bərpa prosesini daha da sürətləndirir. Burnun sol dəliyi ilə əsəblərimizi necə sakitləşdirə bilərik? Qədim yoga ənənələrində nəfəsin sinir sisteminə güclü təsir göstərdiyi hesab olunur. Mütəxəssislərin fikrincə, burun dəlikləri ilə nəfəs alma üsulu orqanizmdə müxtəlif sinir sistemlərini aktivləşdirə bilir. Yoga praktikasında burnun sol dəliyi ilə nəfəs alan parasimpatik sinir sisteminin stimullaşdırdığı bildirilir. Bu sistem isə bədənin rahatlanması və bərpa olunması proseslərinə cavabdehdir. Burnun sağ dəliyi bağlanaraq yalnız sol tərəfdən yavaş və dərin nəfəs alındıqda orqanizmdə istirahət rejimi aktivləşir. Chandra Behadna adlanan bu nəfəs texnikası əsrlər boyu yoga ilə məşğul olan insanlar tərəfindən stressi azaltmaq və yuxuya hazırlaşmaq üçün istifadə olunub. Praktika zamanı nəfəsin yavaş və dərin olması insanın özünü məcbur etməməsi tövsiyə edilir. Mütəxəssislərin sözlərinə görə nəzarətli nəfəs alma orqanizmdə təbii rahatlanma mexanizmini işə salır, stres hormonlarının ifrazını azaldır və arterial təzyiqin normallaşmasına kömək edir. Bundan əlavə, bu cür texnikalar tibbi müalicəni əvəz etmir və sağlamlıq problemi olan şəxslər əvvəlcə mütləq təbii ki, həkimlə məsləhətləşməlidirlər. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.